Dəyərli abituriyentlər, 40 sınaq toplu testindən növbəti bir maraqlı sualın izahını təqdim edirəm. Sona qədər izləyək. Deyir ki, dünənki qorxulu hadisə cəsarətli hərəkətimizə mane olurdu cümləsindəki sözlərlə bağlı yanlış fikri göstərir. Təbii ki, bizə yanlış fikir lazımdır. Qorxulu feildən düzəlmiş sifətdir. Təbii ki, bu yanlışdır. Çünki sözün kökü qorx feilidir. Qorx feilindən qorxu ismi və qorxu ismindən qorxulu sifəti yaratmışam. Çünki l şəkilçisi adlardan sifət düzəldir. Feildən sifət düzəldir fikri yanlışdır. Cəsarətli isimdən düzəlmiş sifətdir. Bəli, cəsarət ismindən cəsarətli sifəti yaratmışam. Doğrudur. Mane olurdu, keçmiş zamanlı olan mürəkkəb feildir. Təbii ki, bu mürəkkəb feildir, amma keçmiş zamanda deyil. Çünki burada indiki zaman şəkilçisidir. D hissəcikdir. Zaman tapmağın ən ideal qaydası nə demişdi dəyərli abituriyentlərimiz? Sözü inkara çevirirsən. İnkardan sonra gələn ilk şəkilçi zaman şəkilçisidir. Mane olurdu, mane olmurdu. Yəni inkardan sonra gələn şəkilçi zaman şəkilçisidir. Bu keçmiş zamanda deyil, indiki zamandadır. Növbəti yanlışım. Hərəkətimizə mənsubiyyət və hal şəkilçisi isimdir. Bəli, bizim hərəkətimiz mənsubiyyət və hərəkətimizə yönlük alan şəkilçisidir. Dünənki zərfdən düzəlmiş sifəti təbii ki, dünən zaman zərfindən dünənki sifət əmələ gətirmişəm. Unutmuruq. Ki və daşı şəkilçisi Azərbaycan dilində heç vaxt zərf düzəltmə bu şəkilçilər sifət əmələ gətirir. Xüsusən də ki şəkilçisi zaman məzmunlar, yəni zaman zərfinə qoşularaq sifət əmələ gətirir. Bu da doğru fikir. Bizim yanlış fikrimiz təbii ki 1 və 3, yəni D variantı. Bu cür video izahının davamı üçün mütləq kanalımıza abunə olursunuz, bəyənib, paylaşıb, rəy yazmağı da unutmursunuz. Təşəkkür edirəm.